Ümumiyyətlə moto bir həyat tərzidir. Çox adam motosiklet sürməkdən, moto sürməkdən qorxur. Qorxmamaq üçün moto sürmək üçün 3 əsas ardıcıllıq var. Onlardan birincisi təlimdir, ikincisi təhlükəsiz geyim, üçüncüsü isə motodur. Bu ardıcıllığı yerinə yetirsəniz, inanın ki, heç bir qorxu, heç bir təhlükə, yəni hiss etməyəcəksiniz. Bunun üçün mütləq təlim lazımdır. Motosiklet sürmək nə velosiped sürməyə bənzəyir, nə maşın sürməyə bənzəyir, nə hər hansı bir texnika sürməyə bənzəyir. Bunun üçün də mütləq şəkildə Moto Akademiyaya müraciət etməlisiniz. İnanın ki, Moto Akademiyada o qədər gözəl dərslik verirlər ki, mən özüm əvvəllər bilirsiniz, motosiklet sürürdüm, qəza keçirdim. Qəzadan sonra sağ olsun Mərdan qardaş dedi ki, gəl biz də sənə dərs keçək. Sağ olsunlar. Bu arada Mərdan qardaşa, bütün buradakı çalışanlara, müəllimlərə, hər birinə çox təşəkkür edirəm. Və mən burada təlimə gələnə kimi elə bilirdim ki, motosiklet sürürəm, amma sən də motosiklet sürmürəmiş. Çünki incəliklər var, onları bilmək lazım. Onlara mütləq şəkildə təlimə gəlməlisiniz. Siz özünüz gəlin bura, burada sizə nə lazımsa özləri edəcəklər. Çox səmimi kollektiv var. Motodan qorxmayın, ürəyinizdə varsa, gəlin, sürün, öyrənin. Ona görə də hara gəlməlisiniz? Moto Akademiya. Gəlin.